Ürəkdən almış. Operator Teymur. Və belə bir məqamda buradan beləni daha düzgün yolçuluq eləmək üçün böyük məmnuniyyətlə Nicatı mikrofona dəvət edirəm. Xahiş edirəm bir danışdı. Çox sağ olun. Müəllim, yenə də çox sağ olun, var olun, vaxt ayırdınız, gəldiniz. Məncə bütün yaradıcı heyət, aktyorlar, hamı buradadır. Bizə bu filmi çəkilməyində yenə də başda Azərbaycan televiziyası olmaqla və şəxsi, fiziki, mənəvi, maddi hər kəs dəstək olursa, Allah kömək olsun, Allah razı olsun. Belə filmlərimizin sayı çox olsun. Söz heyətin. Sağ olun, təşəkkür edirəm. Biraz monitor işıqlı göstərdi, yəni bizlikdəyik bəzi kadrlarda. Amma hər şey, yəni əsas oydu ki, Mübariz İbrahim haqqında film çəkdik. Yəni bizə lazım olmadı. Başqa çıxış eləmək istəyən var, yaradıcı heyətdən. Şamil müəllim, ya kimsə. Xahiş edirəm, çəkinmədən. Kimin ürəyində sözü varsa buyursun. Buyurur yəni. Çünki burada hamı danışsa çox uzun çəkər. Sağ olun, söz olun. Ben bir kəlmə deyəcəm. Şəhid valideyni olmaq olduqca ağır, ekranda olanda belə. Ona görə şəhid valideynlərin babamızda baş əyib. Ramaya Hanım, Qəhrəman Provokasının olmaması, bütün şəhid analarının adından burada iştirak edilir. Başka sözünüz var. Sözünüz varsa buyurabilir. Şəhidlərimizin hamısına Allah rəhmət eləsin, yerlərinin nurunda olsun. Və deyim ki, filmə görə, filmdə iştirak edənlərə, əziyyət çəkənlərə, hər kəsə Allahımız kömək olsun. Mübariz babamıza da yeri cənnət olsun, Allah rəhmət eləsin. Valideynlərin Allah səbir versin. Çox sağ olun, xalqımız sağ olun. Ben Kapitan Pənov Əkbərin anası Mayqa. Çox sağ olun, bu filmi ərsəyə gətirənlər, əziyyət çəkənlər, bugün Mübariz İbrahimovun işığına yığılmışdıq. Biz analar fərqi yoxdur, bizim igid oğullar vətən uğrunda döyüşdülər, ancaq o dağlar, o daşlar görəndə mən çox ərcan keçirdim. Ona görə ki, Kapitan Əkbər 9 ay ilkin düşdü. Nəşin ekranda qaldı, Kəlbəcərdə. Sağ olun, var olun. Bunu deyirəm ki, tanıyasınız, biləsiniz. Belə oğullar var, sağ olun. Tabii ki, filmin bütün yaradıcı heyətinə təşəkkür edirik. Çox böyük zəhmət çəkiblər. Gendən baxana asan gəlir. Orada hər xırda şey üçün günlərlə, saatlərlə, aylarla zəhmət çəkilir. Var olsunlar. Onlara bol-bol uğurlar arzuluyuruq. Yeni filmlər arzuluyuruq.
bircə söz qaldı. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan əskəri, var olsun Ali Başkomandan. Sağ olun, çox sağ olun. Salam olsun herkese. Ben 2. Qarabağ müharibəsi veteranı Baş Leytenant Əliyev. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, müharibə veteranlarına da can sağlığı versin. Çox sağ olun, belə gözəl film ərsəyə gətirmişsiniz. İnşallah belə filmlərin davamı gələr. Allah razı olsun hamımızdan. Təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah bütün ordumuzu, bütün xalqımızı qorusun. Düzdür, bu filmi izlədik. Bu film üzərində çalışan kollektiv üzvləri buradadır, gördüyünüz kimi. Bir qismi buradadır. Siz də əyləşərək izlədiniz, zövq aldınız. Ancaq mən onu deməliyəm ki, qoy bilənlər bilir, bilməyənlər də məndən eşitsin ki, bu film üçün gecələri yatmayan Natiq qardaşımız və Nicat qardaşımız da onları daha ürəkdən alqışlamaq lazımdır. Çünki gecələri yatmıyor, məhz bu film üzərində çalışırlar. Natiq, Nicat, təşəkkür edirəm. Var olasınız. Və siz tamaşaçılara təşəkkür edirəm. Çox sağ olun. Mən Natiqə çox dirəndim ki, bəs gəlsən də çıxış elə indi orada deyim, mən sözümü filmdə demişəm. Bəli, alqışlar yaradıcıya. Çox sağ olun, var olun, sağ olun. Bizim Türkiye'den gelen doktor kardeşimiz zahmet olmasa buyursun. Yürek sözleri var. Türkiye, Azerbaycan, Tabii ki Türkiye, Azerbaycan biz öz kardeşiz. Benim güzel, çok duygulandım açıkçası. Çok güzel bir eser yapmış. Bütün emeği geçenlere teşekkür ediyorum. Allah'tan rahmet diliyorum bütün şehitlerimize. İnancımız odur ki peygambere komşu olmuştur inşallah. Hepinizin başı sağ olsun. Bu güzel eser için de çok teşekkür ediyorum. Davetiniz için de çok teşekkür ediyorum. Eksik olmayın. Sağ olun. köməyimiz bizim əsas qəhrəmanımızın obrazını canlandıran Hüseyin qardaşımız gəlsin bura. Herkesi burada görmək çox xoşdur, çox sağ olun ki, gəlmişsiniz, minnətdarıq. Həqiqətən çətin olub. Bu sadəcə kino çəkmək deyil, çəkilmək deyil. Bu bizim qəhrəmanlarımız yazdığı tarixi canlandırmaqdır. Bu çox böyük bir şərəfdir və mən çox böyük bir qürur duyuram ki, Bariz İbrahimov kimi qəhrəmanı canlandırmışam. Çox sağ olun. Hüseyin da dəvət edək, Bariz İbrahimovun anasını canlandırır. İnanın ki, elə bir həyatımda ilk dəfə çəkildiyim bir iş izləyirdim. Artıq neçə illər bu işin içində. Amma çox ağırdı. Şəhid anasının yaşadıklarına inanın ki, elə hüceyrənin hər birində hiss elədim. Onların qabağında baş əydim, həqiqətən. Ölənə qədər borçluyum onlara. Uşağımızın bir barmağı qanayanda ürəyimiz cızılır. Başqa sözə nə ihtiyac və qürur duyuram, təşəkkür edirəm. Nicat bəyə təşəkkür edirəm Natiq müəllimə ki, belə bir məsuliyyətli bir obrazı mənə tapşırıblar və mən həqiqətən yaradıcılığımın ən yüksək nöqtəsində olan bir rolü ifa eləmişəm. Yox, yaşamışam, hiss eləmişəm. Təşəkkür edirəm hər bir. Əvvəla təşəkkür edirəm, əziyyət çəkib gəlmişsiniz, baxmışsınız. Son qərar, son fikir sizindir. Amma bir sözü deyim ki, torpaq uğrunda ölən varsa vətəndir. Əgər o torpağın uğrunda ölən yoxdursa, vətən deyil. Heç kim üçün vətən deyil.
Sadəcə, bəli, belə bir söz var da, oğlanlarımız gedir, şəhid olur. Amma gəlin yada salaq ki, nə qədər boş-boş şeylərin üstündə, kriminal hadisələrdən, yol qəzalarından ölənlər var. 10, bəlkə 10 qat artıq ölənlər var. Heç onları düşünmürük. Amma kimsə şəhid olanı deyir, filan kəsin oğlu şəhid oldu. Biz el arasında olan insanlar da o deyir, mənim oğlum niyə geçsin, bu deyir, mənim oğlum niyə geçsin, o niyə geçsin, bu niyə geçsin. Amma yenə deyirəm, boş-boş şeylərin üstündə 5 qat, 10 qat artıq ölənlər var. Heç onları düşünmürük. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah şəfa versin. Bu 44 günlük müharibə, elə ondan qabaqki hadisələr də bizə, biz Azərbaycanlılara, biz Azəri türklərinə qürur gətirir. Əvvəl-axır o olmalıydı, oldu və nəhayət ki, belə deyək də o biabırsızlıq, o ləkə üstümüzdən götürdü. Biz artıq hara gediriksə, dik, Allahsız. Hamı əziyyət çəkib, hamı zəhmət çəkib, Ramazan mübarək. Hamı salamlarında çox xoşbəxtəm ki, milli qəhrəmanımız Mübariz İbrahimovun uşaqlıq illərini məhz mən canlandırdım. Və mən belə dəyərli insanlarla eyni şeyləri görüşmək mənim üçün çox qürur vericidir. Həm də filmin rejissoru Natiq müəllimə, filmin prodüser Nizam Bərnalıya öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Bizi incitməyindən biraz danışın. Bizi biraz necə incidirdin orada? Yorulmağından, ağlamağından, mən daha çəkilmeyi istəmirəm onu deməyim. Kamil əminin sənə nağıllar danışmaq. Diləniz yarışları. Bu da bizim Əli balamızdır. Mübariz İbrahimovun orta yaşlarında, 15 yaşında oynayan Türk. Birinci olan çox fəxr edirəm ki, belə bir işin, belə bir qəhrəmanın qeyrətli oğlun obrazını, gənci obrazını canlandırmışam. Natiq müəllimin Zəfərmanına çox təşəkkür edirəm ki, bu obraza seçib bizi çıxardıqca. Çox sağ olun. Səhnəmizə buyuran sənət adamları var. Misafirlərimiz var. Bəlkə onların ürəyindən keçən bir söz var. Maşallah, zalda hamı durub getmək istəmir. Kimin ürək sözü varsa buyursun. Cavad müəllimin sözü var, buyursun. Bizim böyük sənətkarımız var burada. Azərbaycanın, Türkiyənin sevimli sanatçısı Doğuş. Alkışlarım burada. Öfkədən hanım burada bizim gözəl aparıcımız. Ürək sözləri varsa buyursunlar. Mənim əzizlərim, əgər tarixə nəzər salmış olsaq, 250 il bundan qabaq bir Amerikanlı tapa bilmərik. 700 il qabağa getmiş olsaq, Rus görə bilməzsiniz. 1200 il qabağa getsək, İngiliz yoxdur. 1700 il qabağa getsək, Fransız yoxdur. 2000 il qabağa getsək, Almanı tapa bilməzsiniz, yəni milisləri. Lakin, bəşər tarixinin ən dərin qatlarına baş vurmuş olsanız, orada Türk var. Bəli, Şumer köklü, az əsaslı, İskit soylu, Sak ləyaqətli, Hun əzəmətli, Səlcuq qeyrətli, Oğuz nəsilli, Türk əsilli bir xalqın mübarizinin obrazını yarattığımıza görə nəinki qalbaqı tamaşaçılar adından mənim əlkim çatar. Türk Aksakalları İctimai Birliği'nin adından, Turan Elimler Akademiyası'nın riyaset heyetinin adından, həmin akademiyanın Azərbaycan filialının hər bir üzvünün adından köksümə çıxıram. Təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Bu gözəl Nizami Kino Mərkəzinə bir təşəkkür bildiririk. Leyli xanıma və onun bütün heyətinə, işçilərinə təşəkkür bildiririk. Çox sağ olun, var olun. Allah Azərbaycanımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Çox sağ olun, var olun.